Həmçinin 26-cı dəyərli qardaşlarım, sünnə əməllər içərisində cümə günü Kəhf surəsini oxumaq. Cümə günü Kəhf surəsi oxumaq həm cümə axşamı, yəni 4-cü günü məğribdən sonra başlamaq olur oxumağa və həmçinin cümə günü ta əsr namazından sonraki vaxta qədər oxuya bilərsən Kəhf surəsini. Və fəziləti də böyük. Necə ki, Əbu Said Əl-Xudri radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, kim cümə günü Kəhf surəsini oxuyarsa, iki cümə arasında onlar deyir, bir nur əta olunardır. Başqa bir rivayətdə gəlir ki, kimdir cümə gecəsi Kəhf surəsini oxuyarsa, onunla ətiq, yəni Kəbə evi arasında bir nur əta olunardır. Cümə günləri Kəhf surəsini oxumaq. Ona görə də görürsən, çox vaxt müsəlmanlar bu sünnə əmələ biganə yanaşırlar. Görürsən, cümə günü gəlib, oturursan, boş-boş söhbətlərlə keçirirsən. Amma götürüb sənin o Kəhf surəsini oxumağa, Allah Rasulunun sünnətini yaşatmaq. Allah Rasulunun sünnəsini yaşatmaq və həmçində Kəhf surəsi qiyamət günü, yəni qiyamətə yaxın Məsih Dəccəl çıxdığı zaman ondan qoruyan səbəblərdən Kəhf surəsini hər dəfə oxumaq.